Onların hər birinin kütləsini m desək, onda sistemin kütləsi 2m olur. Həcmi artırırıqsa, onda doyan buxar doymayan buxara keçəcək. Yəni əvvəl buxarın kütləsi m idisə, yekunda buxarın kütləsi 2m olacaq və mayenin kütləsi 0 olacaq. Rho-nun V-dən asılılıq qrafikini çəksək, əvvəlcə izotermik prosesdə sıxlıq dəyişmir, həcm artdıqca, daha sonra tamamilə doymayan buxara keçdikdə isə həcm artdıqca buxarın kütləsi sabit qaldığından sıxlıq azalır, tərs mütənasib asılı olaraq. Buxarın kütləsi başlanğıcda m idi, yekunda isə 2m olacaq. Onda belə çıxır ki, buxarın kütləsi 2 dəfə artacaq. 2 dəfə artması həcmin artması hesabına olmuş olacaq. Başlanğıcda həcm V0 idisə, 2V0 anına qədər sıxlıq dəyişməyib, elə 18-də də qalır. Bu müddət ərzində həcm 2 dəfə artdığından buxarın kütləsi də 2 dəfə artır və maye yox olub tamamilə buxar əmələ gəlmiş olur. M-dən keçir 2M-ə. Daha sonra isə 2V0-dan 3V0-a qədər artıq burada maye yoxdur, ancaq buxar var və onun da kütləsi sabit qalır. Həcmin sonraki artımı artıq sıxlığı azaltmağa başlayır. 2V0-dan 3V0-a keçəndə həcm 1,5 dəfə artır. Rho bərabər m bölü v-dir, m də sabitdir. Həcm 1,5 dəfə artdığından sıxlıq 1,5 dəfə azalır. 18-də bölürük 1,5-ə, bu da eləyir 12.